2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günü layihəsi həyata keçirilib. Təbibin təşkilatçılığı, Başa Sığortanın, Birgə və Sağlam İctimai Birliyinin, Autizm Mərkəzinin və Art Life rəsm qalereyasının dəstəyi ilə Autizm xəstəlik deyil, fərqlilikdir adlı layihə uğurla icra olunub. Layihənin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini aşılamaqdır. Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Birgə və Sağlam İctimai Birliyinin mərkəzində təhsil alan uşaqlar öz xəyal dünyalarındakı rənglərlə "Mənim rəngli dünyam" konseptli rəsmlər çəkiblər. Onların çəkdiyi rəsmlərin Respublika Pediatriya Mərkəzində daimi sərgilənməsi nəzərdə tutulub. Tədbir Azərbaycanda ilk inklüziv kafe olaraq neyromüxtəlifliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən Qəşılata kafedə baş tutub. Qeyd edək ki, autizmin ağır, orta və yüngül dərəcələri var. Bu spektr müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk 3 il ərzində ünsiyyət, göz kontaktının, sosial bacarığının olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1%, yəni 70 milyona yaxın insan autizmlidir.